Trent Alexander-Arnold Kral klubunda heç cür özünə yer tapa bilmədi. İspaniya mətbuatı yazır ki, Arbeloa artıq İngiltərə millisinin oyunçusuna qapını göstərib. Maraqlısı budur ki, Arbeloa'nın özü də mövsüm sonunda komandanın getməsi gözlənilir. Amma görünür ki, getməzdən əvvəl Trenti siyahısından silib. Bu arada Manchester City artıq hərəkətə keçib. Şəhərlilər vasitəçilərlə, futbolçu ilə ilk danışıqlara başlayıblar. City'nin müdafiə cinahlarında kim gəldi oynayır? Wingerlər, yarım müdafiəçilər, mərkəz müdafiəçiləri, bircə elə əsl cinah müdafiəçisi yoxdur. Rəhbərlik əslində təmiz müdafiəçi almağa hazırdır. Düzdür, Trent müdafiədənsə çox topla oynamağı, hücumu sevən oyuncudur. Lakin hər halda hələ müdafiədə də Matheus Nunes'dən daha xeyirli olar. Əgər vaxtı ilə Liverpoolda olduğu kimi City'də də özünü göstərsə, topla oyunda əlbəttə ki, hamını geridə qoyacaq. Real isə böyük ehtimalla Trentin Madriddəki uğursuzluğuna görə qiymətdə yaxşı endirim edəcək. Manchester City üçün bu əla şansdır. Premier Liqada böyük təcrübəsi olan və bir ötürməyi ilə oyunun taleyini dəyişə bilən səviyyəli oyunçunu bugün bazara tapmaq qeyri-mümkündür.